Уже больше 2 лет он четко выражает свою готовность порвать. Paşinyan, Avrasiya inteqrasiyası ilə əlaqələri qoparmağa hazır olduğunu açıq şəkildə nümayiş etdirir. Üstəlik, Avropa İttifaqındakı müəyyən dairələr bir araya gələrək Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdırmağa çalışmaqla onu güya azad və demokratik bir dövlətə çevirmək layihəsini irəli sürürdülər. Hadisələr iki senari üzrə gedə bilər. Birinci senari ondan ibarətdir ki, yaxın 6 ay ərzində cəmiyyət mövcud vəziyyəti yenidən qiymətləndirəcək və nəticədə Paşinyan öz elektoratının əhəmiyyətli hissəsini itirəcək. İkinci senari isə ondan ibarətdir ki, Avropa mövcud üstünlüyü qoruyub saxlamaq üçün bütün resurslarını səfərbər edəcək. Seçkilərdən sonra diqqətlər Rusiyanın mümkün reaksiyasına yönəlib. Ermənistan siyasi baxımdan Moskvanın orbitindən uzaqlaşmağa çalışsa da, iqtisadi baxımdan Rusiyanın forpostu statusunda qalır. Moskvanın əlində enerji, ticarət və əmək miqrasiyası kimi ciddi təsir vasitələri var. Buna görə də ekspertlər Kremlin sərt siyasi bəyanatlardan daha çox iqtisadi təzyiq mexanizmlərinə üstünlük verə biləcəyini proqnozlaşdırır. Ona görə də İrəvan seçimini emosional deyil, kifayət qədər ağır iqtisadi hesablamalar tələb edən pragmatik meyarlar əsasında etməlidir. Будут разорваны, в первую очередь, интеграционные соглашения между Россией и евразийскими странами. İlk növbədə Ermənistan baxımından Rusiya və Avrasiya məkanı ölkələri ilə mövcud inteqrasiya sazişləri pozulacaq. Bugün texnologiyaların tədarükü, eləcə də ixrac və idxal əməliyyatları ilə bağlı bir sıra məsələlər həm də Ermənistan vasitəsilə həll olunur. Belə bir vəziyyətdə Ermənistanın gələcəkdə ciddi gəlir əldə etməsi çətin olacaq. Bundan əlavə, miqrasiya amili də nəzərə alınmalıdır. Əmək miqrasiyası ilə bağlı məsələlər regiondakı proseslərə əlavə təsir göstərir. Ресурс, который уже давно выкупил, как виноградники Армении, занимается производством. Экономически Армения в любом случае потеряет. İqtisadi baxımdan